Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, İnnən nəfsə ləəmmərətun bis-su. Həqiqətən nəfs insana pisliklərə əmr edir. Nəfs heç bir zaman insana yaxşılığı əmr etmir. Yəni biz əgər müsəlman olaraq hansısa xeyir əməlləri yerinə yetiririksə, nəfsimizə bəzi şeyləri qadağan edirik, o xeyirləri yerinə yetirə bilirik. Amma bəzi insanlar isə nəfslərinin kölələridir, nəfslərinin quludur. Nəfs nə deyirsə onu yerinə yetirir. Biz görməmişik ki, hətta bəzi belə deyək, müsəlmanlarda belə görürük ki, bəzi müsəlmanlar arasında ədavət düşür, aralarında anlaşılmamazlıq olur. Nəfs birbaşa ona təlqin edir ki, bağışlama onu, intiqam al ondan, onun eyblərini aç. Bir dəfə demir ki, bağışla, keç, eybini ört. Görürsən, nəfs birbaşa çalışır nə etməyə? Ədavət aparmağa qarşında olanla. Yəni, səni belə deyək, Allahdan uzaqlaşdırır. Səni Allahdan qaçırdır. Bəs ona görə də Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, və firru ilallah. Allaha doğru qaçın. Allahdan hara qaçırsan? Yəni, insan Allaha tərəf getməklə xoşbəxt olur. İnsan Allaha tərəf getməklə saadətli olur.